Çəkilin qaqa. Ne olub ki? Ay qaqa. Ay qaqa. Ay dostum. Bura qaqarı. Ne olub ki qaqa? Normal ki. Ha? Normal ki. Niyə elə baxırsınız ki? Hara baxırıq ki? Mənə, dalımız. Başqasına baxırdım ben. Həqi? Hə. Kimə? Burada o kadar adam var. Bunlara baxırdın. Ha, bagaçlara baxırdım. Tanışdı. Ha. Sən də onlara baxırdın. Yox. Sən mənə baxırdın. Tanış. Ne olur? Ha? Ne olur dedin öyle. Ne olacaq ki, qaqa, məşq eləmişəm, bədən şişib giyinəlirəm. Siz də mənə yolumu daraldırsınız. Ona görə deyirəm ki, belə çəkil. Laf yaxşı. Hə. Nə olub ki? Eş. Ha? Sağ ol, laf yaxşı. Sən də məşq eləyən uşaq oxusan. Yox. Gələnmir. Beləmirsən? Niyə ki? Tam gələnmir. Təsəvvür elə, qardaşın görsən nə deyil? 20 dəqiqə olar məşq elədim elə. 10-cu dəqiqədə baxdım ki, bədən şişdi. Laf yaxşı. Baş getdi. Təsəvvür etsən bura. Baş getdi, dana təmiz. Pres qoymur. Gör nə deyirəm, ay qaqa. Gəl sual. Gör nə deyirəm də, qardaşım, gör. Allah canım. O əlimi zadımı qıraram, bu divara zada qıraram. Lan gəl bura. Ay qaqa. Gəl bura. Bu aləmdə eşitsən məni. Eşitsən sözü. Sən məni tanıyırsan. Və niyə gəlmir eşitsən ki? Ay iş mən qolum da. Gör nə deyirəm. Sənin 2 dəqiqə vaxtı alayım. Deməli, hardasa bir ay bundan qabaq burada bir uşaq var idi. Məşqə gedirdi də. 2 il məşqə getdi, 2 gün, 2 il. Məşqə getmir biz. Gör nə deyirəm də o. Nə olar ki, bir dənə dinləmək olsun da. Onsuz da sən bu vaxtı elə bir ki, yol getdin, itirdin. Olmaz ki. Tək vaxtım sadəcə. Hə. Deməli, uşaq 2 gün məşq eləyir, deməli, vurur da presə. 2 gün olur bu bık. Bu akşam Amerikadan zəng gəlib buna təsadüfən baxdı.